Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə olmaqla 142 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Biz də Zəngilana növbəti köç münasibəti ilə oraya artıq gedən, məskulaşan bütün vətəndaşlarımızı təbrik edirik, göz aydınlığı veririk. Hər keçən gün bizim Qarabağımız abadlaşır, orada əsaslı şəkildə yenidən qurma işləri həyata keçirilir. Eyni zamanda Şərqi Zəngəzurda və bu yaxınlarda bilirsiniz ki, Xankəndidə də ilk məskunlaşma baş tutdu. Bəli deyirik, gözünüz aydın olsun, gözümüz aydın olsun Azərbaycan xalqına. Firavan və əminaman yaşamaq yaraşır.